Kadının cansız bədənini çaydan çıxarıblar. Məşhur İngilis rəssamı George Frederick Watson özünü çaya atmış qadın əsəri. Bu əsərdən ilhamlanan Rus rəssamı Vasili Perov bu mövzuya müraciət etmişdi. Saçlarına yosunlar ilişmiş bu qadın artıq çoxdan ölüb. Yosun təmizlik rəmzidir. Barmağında nişan üzüyü var. Şəhər nəzarətçisi sakit əyləşib çubuğunu çəkir. Bu adam o qədər belə çayda özünə qəsd edənləri görüb ki, böyük şəhərin daha bir qurbanı. Yeni səhər açılır, yeni gün başlayır. Lakin artıq bu qadın üçün yox.